Alfa-Xrom artıq çəkidən azad ol. Salam dəyərli izləyicilərim. Balqabaq tomu ilə bəzi sağlamlıq problemlərinizi aradan qaldıracağınızı desəm, mənə inanarsınız? Qastrit, diabet, pankreatit, babasil kimi bir çox xəstəliyin müalicəsi zamanı balqabaq tomlarının istifadə olunma yollarından danışacağam bugün. Bu müalicə üsullarını sınaqdan keçirən hər kəs əminəm ki, mənə çox sağ olun deyəcək. Diqqətiniz məndə olsun. Videomuz başlayır. Dəyərli izləyicilərim, bu kimi videolarımızın davamını görmək istəyirsinizsə, videomuzu bəyənməyi və kanalımıza abunə olmağı sizdən xahiş edirəm. Əksər evlərdə balqabaq istifadə edildikdən sonra tumlara atılır. Halbuki bu tumlar tərəvəzin özündən daha faydalıdır. Olduqca cüzi əks təsirə malik olan tumlar çox qədimdən bəri tibbdə öz yerini tapıb. Mərkəzi Amerikada aparılan arxeoloji araşdırmalar zamanı bizim eradan əvvəl 7000-ci illərə aid balqabaq tumları aşkarlanıb. Hazırda balqabaqda, elə tumları da demək olar ki, bütün dünyada məşhurdur. Balqabaq tumlarının kimyəvi tərkibi və faydaları. Tumun ən faydalı hissəsi içidir. Mikroelementlərlə və amin turşuları ilə zəngindir. Balqabaq tumları metabolizmanı yaxşılaşdırır. Ümumilikdə mədə-bağırsaq traktındakı bütün orqanlara müsbət təsir edir. Tumun tərkibində yüksək miqdarda maqnezium, fosfor və kalium permanganat var. Kalium permanganat sinir sistemi üçün əvəzsizdir. Sinir impulsları ilə hüceyrələr arasındakı bağı qoruyur. Onların böyüməsini təmin edir. Digər minerallarla birləşəndə kalium permanganat sağaldıcı təsirə malik olur. Balqabaq tumu təbii vitamin qaynağıdır. Buna görə də mütəmadi olaraq qəbul edilməsi lazımdır. Kalsiumda, fosforda sümük və diş minası üçün vacibdir. Elementlərin hər ikisi balqabaq tumunun tərkibində var. Bundan əlavə, tumda sink, A, C və E vitaminləri var ki, tüm bunlar immuniteti gücləndirir və orqanizmi müxtəlif infeksiyalardan təmizləyir. Təbii ki, bütün qida məhsullarında olduğu kimi əks təsirə də malikdir. Yaxşısı budur, balqabaq tumunu qəbul etməzdən əvvəl həkiminizlə məsləhətləşəsiniz. Tumları qovurduqda faydalılıq dərəcəsi azalır və olduqca kalorilidir. Artıq çəkidən əziyyət çəkənlər balqabaq tumunu müəyyən ölçüdə qəbul etməlidir. Balqabaq tumu bir çox xəstəliklərin müalicəsində aktiv rol oynayır. Əsas məqam isə odur ki, düzgün şəkildə istifadə edilsin. Belə olduqda o ciddi xəstəliklərlə belə mübarizə aparmağa qadir olur. Həzm sistemi xəstəlikləri zamanı. Ödqovucu xüsusiyyəti olan balqabaq tumu orqanizmi zərərli maddələrdən və toksinlərdən təmizləyir. Qaraciyər xəstəlikləri zamanı orqanizmin dəstəkçisinə çevrilir. Yeməkdən qabaq qəbul edilən bir xörək qaşığı balqabaq tumu qastrit və pankreatit ağrılarını azaldır. Pankreatit zamanı balqabaq tumu bağırsaqların təmizlənməsinə, iltihabın yox olmasına, qəbizliyin aradan qalxmasına kömək edir. Tərkibindəki liflər sayəsində balqabaq tumu çölə çıxmağı asanlaşdırır. Qəbizlik zamanı bir stəkan qaynar suya bir çay qaşığı balqabaq tumu əlavə edin. 30 dəqiqə gözləyin. Sonra suyu için, tumları isə yeyin. Əlavə olaraq gündə 20 ədəd balqabaq tumu yemək də bağırsaqlara faydalıdır. Belə ki, malik olduqları liflər sayəsində bağırsaqda hərəkətliliyi təmin edir. Balqabaq tumlarını 5də 1 nisbətində bala qatın. Alınan qarışımı gündə 3 dəfə, hər dəfə yeməkdən qabaq yeyin. Qarışım təkcə mədə-bağırsaq traktındakı iltihablanmanı aradan qaldırmaqla qalmır. Həmçinin virus və bakteriyalarla mübarizə aparmaqda orqanizmə kömək edir. Babasil zamanı. Narahatlığın əsas səbəblərindən biri məhz qəbizlikdir. Balqabaq tumları bağırsağın gərginliyini özünə qaytarır, onun hərəkətliliyini artırır. Bu da babasil üçün əsl profilaktik tədbir sayılır. Belə halda tumları çiğ-çiğ yemək yaxşıdır ki, tərkibindəki bütün faydalı elementlər orqanizmə daxil olsun. Lakin bu o demək deyil ki, gedib-gəlib ovuc-ovuc yeməlisiniz. Balqabaq tumunu da müəyyən nizamda yemək lazımdır ki, orqanizmə zərər vurmasın. Yumşaq olması üçün qaynar suda saxlamaq yetərlidir. Gün ərzində 80 qramdan çox yeməməyə diqqət edin.
Qaraciyər xəstəlikləri zamanı, xüsusilə yaşlı insanlar qaraciyərdən çox əziyyət çəkirlər. Ölçünü nəzərə alaraq yeyilən balqabaq tumları xəstəliklərin irəliləməsini yavaşladır. İltihablanmanı hüceyrə səviyyəsində belə azaldır. Qaraciyərin iş qabiliyyətinin özünə qayıtmasına vəsilə olur. Qaraciyər xəstəliklərindən qaynaqlanan bağırsaq problemləri, mədə yanmaları da bu tum sayəsində aradan qalxır. Həkimlər həmçinin qastrit zamanı balqabaq yağını da məsləhət görürlər. Həmçinin şəkərli diabet zamanı qlükozanın miqdarını nəzarətdə saxlamaq üçün balqabaq tumu əvəzsizdir. Aterosklerozun profilaktikası zamanı da balqabaq tumu köməyə çatır. Belə ki, tumlar artıq yağları orqanizmdən xaric edir, damarları təmizləyir. Yenə də təkrar edirəm. Bu tumlardan maksimal şəkildə faydalanmaq istəyirsinizsə, çalışın ki, çiğ-çiğ yeyəsiz. Lakin ac qarına qəbul edilən tumlar bəzi adamlarda qusma yaradır. Həddindən artıq yeyildikdə isə tərkibindəki salisil turşusu səbəbilə zəhərlənməyə səbəb ola bilər. Diabet zamanı. Tərəvəzin özü qədər onun tumu və şirəsi də şəkərli diabet xəstələrinin köməyinə çatır. Glikemik indeksi düşük olan tumlar qanda şəkərin səviyyəsinin qəfil qalxmasına imkan vermir. Düzgün insulin ifrazı və qanda şəkərin miqdarının nəzarətdə saxlanılması üçün balqabaq tumu qəbul etmək vacibdir. Prostatit və potensiya zəifliyi zamanı. Kişi orqanizmi üçün balqabaq əvəzsiz məhsuldur. Kişi hormonlarının normal ifrazına kömək edir və təbii afrodizyak sayılır. 100 qram balqabaq tumu orqanizmin gündəlik sink tələbatını ödəyir. Sink testosteron sintezində iştirak edir. Balqabaq tumu prostat vəzinin işini normallaşdırır. Sidik yollarını təmizləyir. İltihablanma varsa yox eləyir. Kişilərin sağlamlığının qorunması üsullarından biri də balla qarışdırılmış balqabaq tumudur. 500 qram qabıqlı balqabaq tumunu üyüdün. 200 qram balla qarışdırın. Biraz gözləyin. Sonra qarışımdan kiçik yumrular hazırlayın. Bir ay ərzində bu yumruları çayın yanında şirniyyat əvəzinə qəbul eləyin. Bu kişilərdə cinsi problemləri aradan qaldırmaq və sinir sistemini sakitləşdirmək üçün ən yaxşı üsuldur. Ürək-damar xəstəlikləri və yüksək təzyiq zamanı. Tumlarda faydalı amin turşuları çoxdur. Bu turşular damarların axım qabiliyyətini artırır, onların elastikliyini özlərinə qaytarır. Bu da arterial təzyiqin yüksəlməsi riskini aşağı salır. Ürəyi xəstə olanlar rasionlarına balqabaq tumunu daxil etməlidirlər. Tumda kalium və maqnezium miqdarı çox olduğundan o ürəyin normal işləməsi üçün sizə kömək edəcək. Osteoporoz zamanı. Kalsium və fosforla zəngin olan tumlar dişlərdə kariesin qarşısını alır. Osteoporoz riskini aşağı salır. Balqabaq tumu yeyənlərin sümükləri bərk və sağlam olur. Onurğanın və oynaqların iltihabi xəstəlikləri zamanı da balqabaq tumunun qəbulu faydalıdır. Podagra zamanı. Purin balansının pozulması, sidik turşusunun toxumaları zədələməsi ilə yaranan bu xəstəlik ciddi pəhriz tələb edir. Balqabaq tumu bu pəhrizin bir hissəsi olmağa layiqdir. Onu çiğ halda yesəniz daha yaxşı olar. Bədxassəli şişlərin profilaktikasında istifadəsi. Təmizləyici qabiliyyətə malik tumlar zərərli maddələri, sərbəst radikalları və toksinləri orqanizmdən xaric edir. Sərbəst radikallar orqanizmdə hüceyrələrin ölümünə səbəb olur. Balqabaq tumunu üyüdülmüş şəkildə qəbul etməklə yaxud da balqabaq şirəsi içməklə də bədxassəli şişlərin sürətli inkişafına mane olmaq mümkündür. İmmunitet zəifləməsindən qaynaqlanan xəstəliklər zamanı. İmmunitetinizi möhkəmləndirmək üçün lazım olan bütün elementləri balqabaq tumundan tapmaq olar. Balqabaq tumu yeməklə orqanizmin viruslarla mübarizəsini dəstəkləyə bilərik. Xüsusilə mövsüm dəyişiklikləri zamanı rasiona daxil edilsə, mövsümi xəstəliklərin, soyuq dəymənin orqanizmə vurduğu ziyanın önəmli həcmi azala bilər. Və sonda, parazitlərlə mübarizədə. Balqabaq tumunun parazit əleyhinə olması hələ qədim zamanlardan insanlara məlum idi. Tərkibindəki kukurbitin sayəsində helmintləri iflic edir. Üstəlik, insan orqanizminə də ziyan vurmur. İflic olan parazit bağırsaq divarına yapışmaqda çətinlik çəkir. Beləcə, orqanizmdən xaric olur. Budur həmin helmint əleyhinə resept. 300 qram qabıqlı tumu üyüdün. Sonra azad su qatın və qarışımı krem halına salın. Üzərinə 30 qram bal əlavə eləyin. Yeməkdən əvvəl bu qarışımdan qəbul edin. Sonra bağırsaqlarınızı imalə edib parazitlərdən xilas ola bilərsiniz.
Belə dəyərli izləyicilər, bu günlük də Bir Bax kanalından bu qədər. Bu kimi videoların davamı üçün videomuzu bəyənməyi, paylaşmağı və Bir Bax YouTube kanalımıza abunə olmağı unutmayın. Bizi həmçinin Facebook və TikTok hesablarımızdan da izləyə bilərsiniz. Bir Bax yazıb axtarış verməyiniz kifayətdir. Növbəti videolarımızda görüşənədək hələlik.